Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle'nin izniyle əqidə dərslərimizə qaldığımız yerdən davam edirik. Bundan öncə əqidənin tərifi barədə danışmışdıq. Sonra sələf-i salih kəlməsinin mənaları barədə danışmışdıq. Lüğəvi mənası, şəri mənası və alimlərin sələf-i salihdən qəsdi nədir? Bu terminin bizim üçün önəmi nədir? Nə üçün biz bu termini bilməliyik, öyrənməliyik və s. Bu kimi məsələlərə toxunmuşduq. Həmçinin o dərsimizdə sələfin imamının Rasulullah sallallahu aleyhi və səlləm olduğundan, onların Allah Resulü sallallahu aleyhi və səlləmə tam şəkildə bağlılığından, itaətindən, ittibasından danışmışdıq. Bugünkü dərsimizdə tərif-i əhl-i sünnəti vəl-cəmaə, əhl-i sünnə vəl-cəmaənin tərifindən danışacağıq. Əhl-i sünnə vəl-cəmaə əhlinin tərifindən danışacağıq ki, bu nə deməkdir? Baxın, qardaşlarım, bu hansı ki, hələ ki biz istilahlar üzərində gedirik, kəlmələrin izahları barədə gedirik. Bu dərslər sizə sıxıcı gəlməsin. Bunu anlamaq lazımdır ki, bu dərslər təməldir. Yəni, biz bu dərslər vasitəsilə hal-hazırda, gələcəkdə keçəcəyimiz əsas mövzuların təməlini oturtururuq. Yəni, biz sabah Allah'a imandan danışanda, xüsusən də sifətlər mövzusundan danışanda, Allah Azza və Cəllənin isimləri və sifətləri mövzusundan danışanda ittiba yerimizi düzgün təyin eləmək üçün bu zəmindən, bu təməldən danışırıq Allahın izni ilə. Həmçinin imanın müsəmmasından danışanda, imanın isimləndirilməsindən danışanda bizim tabi olduğumuz rəylərin sahiblərinin kim olduğunu düzgün anlaya bilməyimiz üçün bu təməl dərslərə ehtiyac duyuruq. Ona görə bu dərslər xüsusən diqqətlə dinlənilməsi, yazılması, öyrənilməsi vacib olan dərslərdir ki, sonra üzərinə bina edilən mövzular burada keçdiyimiz qaydaların əsasında düzgün başa düşülmüş, anlaşılmış olsun. Sünnə kəlməsi sənnə yəsinnu kəlməsindən, feilindən törəmişdir və o yol mənasında və bir şeyi bəyan eləmək mənasında istifadə olunur. Və onun mənası hiyyət tariqatu və sira və mahmudətən kənət əm məzmumətən. Bu, gedilən yol mənasındadır. Lüğəvi mənada bu istər pislənən bir yol, istər tərif edilən bir yol olsun, fərq etmir və biz bunu sələfdə də görmüşdük ki, tərif olaraq sələf nə idi? Bizdən öncə yaşayanlar istəyir gözəl nümunə göstərənlər, istəyir pis nümunə göstərənlər, hamısı sələf idi. Sələf-i salih deməklə gözəl nümunəni pis nümunədən bir-birindən ayırırdıq. Həmçinin etiqad da yəqin inanılan elm, məlumat deyir, dedik ki, etiqaddır, istər doğru, istər səhv olsun. Lüğəvi mənada belədir, amma şəri mənasına gələndə alimlərin verdiyi istilahlara doğru yönələcəyik. Bunun dəlili nədir? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, لَتَتَّبِعُنَّ سَنَنَ مَنْ كَانَ قَبْلَكُمْ شِبْرًا بِشِبْرٍ وَذِرَاعًا بِذِرَاعٍ. Sizdən öncəkilərin yoluna arşın-arşın, qarış-qarış tabi olacaqsınız. Bu əslində pis nümunədir. Yəni, bu hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm bizdən öncə olan, yəni Yahudi və Xristiyanların etdiyi yanlış və səhvlərdən danışır. Amma burada görürsünüz, sənə mən kənə qabləkum, sizdən öncəkilərin yolu deyərək sünnə kəlməsi pis nümunədə keçmiş oldu. Əy tariqatahum fid-din və dünya, onların dünya və din işlərində getdikləri yolları siz də keçəcəksiniz mənasında istifadə olunur. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən sənnə fil İsləmi sünnətən həsənətən fələhu əcruhə və əcru mən amilə bihə ba'dahu min qeyri ən yənqusə min ucurihim şeyun. Kim İslamda yaxşı bir çığır açarsa, ona deyir, əcri var, həmçinin ondan sonra ona tabi olanların da əcri var, onların əcrlərindən heç bir şey əcri əksilmədən. Yəni, həm adam özü əcr qazanır, həm də o yola tabi olanların da əcrlərini qazanır, onların da əcrlərindən heç bir mükafatlarından heç bir şeyi azalmadan. Və mən sənnə fil İsləmi sünnətən seyyiətən, kim İslamda pis bir yol, pis bir çığır açarsa, kənə aleyhi vizruhə və vizru mən amilə bihə min ba'dihi min qeyri ən yənqusə min əvzarihim şey. Həmçinin yenə o öz günahını qazanır, o yola tabi olanlar da günah qazanırlar. O yola tabi olanların da günahını qazanır, onların da günahlarından bir şey əksilmədən.
Gördünüz ki, bu hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm həm sünnə kəliməsini həm yaxşı nümunə, həm pis nümunə olaraq bizlərə göstərmiş oldu. İstilahi mənaya gələndə isə hiyəl hədyullezî kânə aleyhi Rasulullah sallallahu aleyhi və səlləm və əshabuhu ilmən və i'tiqadən və qavlən və amelən və təqrirən və tutləqu sünnətü aydən alə sünnəl ibadət və i'tiqadət və yuqabilu sünnətü əl-bid'a. Baxın, sünnənin istilahi mənasına gələndə isə Allah Resulü sallallahu aleyhi və səlləmin yolu üzərində, onun əshabının yolu üzərində olmaq deməkdir. Necə? Elmi olaraq, etiqadi olaraq, söz olaraq, əməl olaraq, təqrir. Təqrir nə deyən? Peyğəmbər sallallahu aleyhi və səlləmin gördüyü, lakin susaraq təsdiqlədiyi əməllərə, sözlərə təqrir deyilir. Və həmçinin buna ibadət və etiqadi sünnə də deyilir və bunun ziddi, müqabili isə bidətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ بَعْدِي فَسَيَرَ اِخْتِلَافًا كَثِيرًا. Sizdən, məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəksiniz. فَعَلَيْكُمْ بِسُنَّتِ. Sizə öz sünnətimi və sünnətil xulafəil mehdiyyin rəşidin, rəşid xəlifələrimin sünnətini tövsiyə edirəm. Baxın, burada Allah Resulü sallallahu aleyhi və səlləm, yəni sünnənin istilahi manasında dediyi ki, Allah Resulü sallallahu aleyhi və səlləm və onun əshabının yolu üzərində olur. Onu indi dəlilləndirməyə çalışırıq ki, nəyə görə əshabı? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm nədir? Mənim və rəşid xəlifələrimin yolu üzərinə gedənlər. Məsəl üçün, bəzən biz görürük bu hədis inkarçıları, təravih namazı kimi və başqa hansı ki uygulamalar var. Allah Resulü sallallahu aleyhi və səlləmin zamanında təməli var əslində, davamı daha sistemli şəkildə sahabilərin zamanında icra olunan, rəşid xəlifələrin zamanında icra olunan əməllər ki var, nümunə verdik təravih namazı. Bu kimi əməlləri bidət deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu icra eləməyib. Bəli, Allah Resulü sallallahu aleyhi və səlləm bəlkə davamlı olaraq Ramazanda 30 gün cəmaatə təravih namazı qıldırmayıb, amma təməlini bir dəfə, iki dəfə qılaraq qoyub və Ömər radiyallahu anh'ın zamanında bu bir sistemə gəlib. Bu sistemə tabi olunmasının dəlili də bu kimi hədislərdir. Cəmaa kəlməsinin lüğəti mənasına gəldikdə isə məxudatun minəl cəm'i və huvə dammuş şey'i bi təqribi ba'dihi bi ba'd, min ba'd. Yuqalu cəma'tuhu və istəmə'a. O, toplanmaq deməkdir. Bir qrup insanların bir şeyin bir şeyə yaxınlaşması mənası da verir. Vahyə cəma'tuhu fəştəmə'a toplandı mənaları verir. Vahyə müştəqqatu minəl ictima' toplanmadan, ictimadan törəmişdir. Əlləzi huvə diddut təfərruq o ayrılmanın, firqələrə bölünmənin ziddidir. Vəl cəma'atu əl-adadul kəthiru minən-nəs insanlardan çoxluğun göstəricisidir. Vahyə aydan taifətun minən-nəs yecma'uha gharadun vahidun bir məqsəd üzərə bir araya toplaşan insanlara da həmçinin cəmaat deyilir. Vəl cəmaatu humul qavmullezine ictama'u ala emrin ma. Cəmaat nə deməkdir xülasə olaraq? Bir məqsəd üzərə bir araya toplanan qövmə cəmaat deyilir. Lisan-ül Arabda bu şəkildə cəmaatın tərifi verilir. İstilahi mənada isə hiyə cəmaətul muslimin və hum sələfu hədihil ümmətil mərhumətil mübarəkəti minəs-sahabətil kiram və təbi'inəl izam və mən təbi'ahum minəl əimmətil a'lami bisidqin və ixlasin və ihlasin ilə yevmiddin. Əl-ləzīnə ictəmə'u aləl kitabi və sünnə və səru alə mə kənə aleyhi Rasulullah sallallahu aleyhi və səlləm i'tiqadən və ilmən və əmələn zahirən və batinən. İstilahi mənada, şəri mənasında cəmaat, müsəlmanların cəmaatı deməkdir. O da nədir? Bu ümmətin mübarək sahabəsi, əzəmətli tabiini, onlara ən gözəl şəkildə sidq ilə, ixlasla, qiyamət gününə qədər ixlasla tabi olan alimlər və hər kəs bunun içərisinə daxildir. Onlar ki, kitab və sünnət üzərinə toplandılar. Dediyək, bir məqsəd üzərinə toplanmaydı cəmaat. Bu da deyir ki, əlləzinə ictəmə'u aləl kitabi və sünnə. Onlar kitab və sünnə üzərində, bu məqsəd üzərində toplandılar və Rasulullah sallallahu aleyhi və səlləmin etiqadı, əməli,
zahir və elmi və zahir və batin şəkildə əməllərini necə ortaya qoyubsa, o şəkildə o əməllər üzərinə oldular. Və qad amara Allahu azza və cəllə ibadahul mu'minina və hassahum aləl cəmaəti vəl-tilafi və-təavuni və nəhəhum anil furqati və-ixtilafi və-tənahür. Həmçinin Allah azza və cəllə mömin qullarına cəmaat olmağı, ülfəti, birləşməni, yardımlaşmanı, birlikdə yardımlaşmanı əmr etmiş və onlara firqləşməyi, ixtilafı və ayrılığa düşməyi isə qadağan etmişdir. Allah azza və cəllə buyurur ki: "Va'tasimu bihablillahi cemi'an və la təfərraqu." Hamılıqla Allahın ipinə sarılın, firqələrə bölünməyin, təfriqəyə düşməyin. Həmçinin Allah azza və cəllə buyurur ki: "Və la takunu kellezina təfərraqu və ixtalafu min ba'di ma ja'ahumul beyinat və ulaika lahum azabun azim." Özlərinə apaçıq dəlillər, beyinə yəni dəlil, elm gəldikdən sonra ixtilaf edib firqələşənlər kimi olmayın. Şübhəsiz ki, onlar üçün əzəmətli bir əzab vardır. Yəni, baxın, bu hər bir ayətdə Allah azza və cəllə bizlərə Allahın ipi üzərində, yəni bu nə deməkdir? Quran-Kərim üzərində, Quran və sünnə üzərində, Allahın yolu üzərində, dini üzərində birləşməyi bizlərə əmr edir. Digərində isə elm gəldikdən sonra firqələşməyi, yəni Qurana tabi olduqdan sonra oradan o elmdən sonra firqələşməyi bizlərə qadağan edir. Həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "İnnə hâzihil millətə sətəftəriqu alə 73 thintani və 70 fin-nar və vahidetun fil-cənnə və hiyəl cəma'a." Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, şübhəsiz ki, bu millət 73 firqəyə bölünəcək, onun 72-si ateşdə, biri isə cənnətdədir, o da cəmaadır, cəmaat olanlardır. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Aleykum bil cəmaəti və iyyəkum vəl furqa." Sizə cəmaat olmağı tövsiyə edirəm, firqələşməkdən isə sizi çəkindirirəm. "Fə innə şeytana ma'al vahidi." Şeytan bir kəslə bərabərdir. "Və huve min ithnayn ab'ad." İki kəsdən daha uzaqdır. "Və mən arada buhbuhatal cənnəti felyəlzəmin cəmaa." Kim əgər cənnətin ortasında bir yer istəyirsə, məkan istəyirsə, cəmaata tabe olsun. Həmçinin Abdullah ibn Məs'ud radiyallahu anhu cəmaata belə bir gözəl tərif verir ki: "Əl-cəmaətu mə vafaqal haqqa və in kunta vahdak." Cəmaat tək də olsan haqqa tabe olmağındır. Yəni elhamdülillah bu nə deməkdir? İnsan, biz dedik ki, cəmaat bəlli bir məqsəd üzərinə bir araya toplanmaqdır. Bu ümumi mənasıdır, amma şəri mənada Quran və sünnə üzərinə. Əgər sən haqsansa, Quran və sünnə üzərinə tək də olsa bir mübarizə aparırsansa, insanlar sənə tabi olmasa da sən əsla insanlara tabi olaraq haqq yolundan dönməməlisən. Bəzən belə bir şey deyirlər ki, ya bu qədər adam səhv deyir. Ola bilər də bu qədər adam səhv deyir. Zaten biz Quran-ı Kərimə baxdığımız zaman, bizdən öncəki qövmlərə baxdığımız zaman iman edənlərin az olduğunu, qurtulanların az olduğunu, bu kimi nemətlərə məruz olanların az olduğunu görürük. İndi bu o deməkdir ki, biz azıqsa deməliyik ki, bu qədər adam yəni səhvdir. Gedək onda başqa dinlərə mi tabi olaq və yaxud da ki, özünə müsəlman deyib dinini küfrlə qarışdıranlara mı tabi olaq? Yox, əlbəttə. Az da olsan, haqqa tabi olmalısan, amma haqqın meyyarını düzgün təyin eləməlisən. Baxın, bu dərslər haqqın meyyarını düzgün təyin eləmək üçün bizə lazımdır. Ona görə bu İbn Məsud radiyallahu anhunun sözü çox dəyərli sözdür. Əl-cəmaətu mə vafaqal haqqa və in kunta vahdak. Cəmaat tək də olsan haqqa tabe olmaqdır. Fəəhl-i-sünnəti vəl-cəmaə, indi əhl-i-sünnə vəl-cəmaanın vəsflərini verir. Humul mütəməssikûnə bi-sünnətin nəbiyyi sallallahu aleyhi və səlləm və mən təbi'ahu min əshabil kiram və təbi'inə ləhum və mən təbi'ahum və htədə bihədihim və sələkə səbiləhum fil-i'tiqadi vəl-qavli vəl-amali vəl-ləzinə istəqamu aləl-ittiba'i və cənəbul-ibtida' və hum bəqunə zahirunə mənsurunə ilə yevmil-qiyamə fəttəbə'uhum hudən və xilafuhum dalal. Əhl-i sünnə vəl-cəmaa, onlar Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsinə və həmçinin o sünnəyə tabi olan sahabə-i kiram, onlara tabi olan tabeinlər, hidayət yolu üzərinə, etiqad, söz, əməl olaraq hidayət yolunda onlara, yəni Allah Resulü sallallahu aleyhi və səlləm və sahabələrə tabi olanların yolu üzərindədirlər. Yəni onların o sünnəsinə tabi olurlar. Rasulullah sallallahu aleyhi və səlləmə tabi edirlər, amma kim kimi? Sahabə kimi, tabiin kimi və
bu günlərə qədər o yolun üzərində gələn alimlərə tabe olmaqla. Onlar qiyamət gününə qədər zahir olacaqlar, yardım olunmuş olacaqlar. Yəni, belə bir şey mümkün deyil ki, bir dövr gələcək, haqq əhli tamamilə bitəcək. O dövr gələndə artıq qiyamət olacaq. Çünki insanlara hər zaman çatdırıcı bir dəvətçi olacaq, insanlara öyrədən alimlərin olmağı mütləq olacaq. Onlar deyil, hidayətə tabedirlər, zəlalətdən isə uzaqdırlar. Və Əhl-i-Sünnə vəl-Cəmaənin ümumi, yəni tərifi, qardaşlarım, bundan ibarətdir. Burada başqa bir maraqlı mövzu da var, amma o, inşallah, başqa bir gələn səfərki dərs eləyək də, onu yətəməyyəzun ən qeyrihim minəl firaq. Başqa firqələrdən ayıran xüsusiyyətlərdən dair, bir sifətin və xasaisin və mizətin minhə, başqa Əhl-i-Sünnə vəl-Cəmaəni başqa firqələrdən ayıran xüsusiyyətlərdən danışılır burada. Bu da biraz uzun və geniş mövzudur, üzərində duracağımız bir mövzudur. Vəl-hasılı kəlam, kəlamımızın sonu, kəlamımızın nəticəsi bundan ibarətdir ki, Əhl-i-Sünnə vəl-Cəmaə dediyimiz zaman sünnə gedilən bir yoldur, istər pis, istər yaxşı, fərq eləmir, amma istilahi mənada Rasulullah sallallahu aleyhi və səlləmin və sahabilərin yolu üzərinə getmək deməkdir. Cəmaə isə bir məqsəd üçün bir araya toplanan insanlar deməkdir. Şəriətdə isə, şəri istilahda isə Quran və sünnə üzərinə bir araya toplaşan insanları əhatə edir. Allah Azə və Cəllə bizi eşitib faydalanan qullarından etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.